Salam, xoş gördük sizlər, hörmətli abituriyentlər. 18 may Paradokos Tədris Mərkəzinin 3-cü qruplara keçirdiyi sınav imtahanının tarix fənnindən izah edir Əliyev Yusif. Böyük Səlcuq hökmdarı Sultan 1-ci Toğruldan fərq olaraq əmr toymur. Deməli, bizdən fərqi soruşur bizdən. Fərqi soruşursa, deməli, burada biz götürəcək nəyə? Dehli Sultanlığa yürüş etmişdir Əmir Teymur. Osmanlılarla müharibə aparmışdır və Şirvanşahlarla müttəfiq olmuşdur. Cavab C variantı. İkiyə baxaq. Erkən feodalizm dövründə həm Bizans dövləti, həm də Ərəb xilafəti ilə diplomatik əlaqələr yaratmışdır. Ərəb xilafəti olan dövrdə Axund imperatorluğu, Osmanlı olmayıb. Deməli, erkən feodalizm dövrü 5-11-ci əsrdir. Dehli Sultanlığı da 13-cü əsrdir. Cavab 1-3. B variantı. Hansı hökmdarın fəaliyyətinə aid xüsusiyyətlər verilməyib? Şəddadilər dövlətinə son qoymuşdur. Bu Məlik Şahdır, verilib. Sonra dövlətin daxili müstəqilliyi saxlamaqla Səlcuqun asılılığı qəbul etmişdir. Həm bu Fəbruz, həm Şavur. Tiflisi də hücum edən, tabi edən Toğruldur. Sultan Səlcuq haqqında məlumat verilməyib. 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasında istifadə verilmiş neft kəmərləri. Bakı, Tibris, Ceyhan 21-ci əsrdir. Tanap 21-ci əsrdir. Bu da 20-ci əsrin əvvəlləri, 90-cı illərə aid deyil. Burada da cavab 2-4-dür. Çünki Bakı Subsidiya 1997 Novrovskidə ilə o illəri əhatə edir. 5-ci testə baxaq, 35-ciyə. 17-ci əsrdən fərqli olaraq 18-ci əsrdə Rusiya. Deməli, oxşar hadisə təhkimçilikdir. Romanovlar sülaləsidir, bir də manfakturadır. Bunlar ikisində də olmuşdur. Olmayan isə quberniya islahatı keçirildi, idarəçi orqan kollegiylər yaratdı. Bu da 1-ci Pyotrun dövrünə təsadüf edir. Səfəvilər dövlətinin cədvələ verilən ümumi cəhətləri müəyyən edin. Deməli, Osmanlı ilə Ağqoyunlu dövləti. Osmanlı ilə dövləti ilə müharibə aparması, Avropa dövlətləri 1-ə B ilə C-dir. BC olan varianta baxaq. 2-yə Bayanduz sülaləsi ilə müharibə etməsi. Bəli, 2-yə də C-ni götürəcək. Yəni, oxşarlıq bizdən istəyir. Şeybanilərlə Səfəvilər müharibə aparıb. Burada bizə oxşarlıq deməli istəyir bizdən. Deməli, Şeybanilərlə dostluq münasibətləri aparıb. Səfəvilər də Şeybanilərlə müharibə aparıb, Teymurilərlə. Paytaxt İsfahan şəhərinə köçürülməsi, Bayanduz sülaləsi müharibə etməsi. Həm Teymurilər, həm Səfəvilər Ağqoyunlarla müharibə edib. 2-yə də düşəcək C. Cavab burada 36-da C variantı. Lukol və Pompeyin başçılığı ilə şərqə yürüş dövrü istənilir bizdən hansı hadisə baş verir? Buna da biz diqqət eləsək, Atropatena dövlətinin asılı vəziyyətə salınmasıdır. Cavab burada A-dır. Çünki Parfiya dövlətinin süqutu 3-cü əsrdir. Roma canişinləri yox. Atropatenalar özləri tərəfindən dövlət idarə olunub, yəni öz hökmdarları asılı olublar. Yerli hökmdarların daxili müstəqilliğinə son qoyulub. Xeyr, Selevkilər dövlətdən məğlub olaraq parçalandı. Bu da 190-cı ilə aiddir. Maqneziya döyüşünə. Cavab A. Deməli, 8-də Eyler-Venn diaqramının uyğun bəndləri müəyyən edin. Birinci 1-ə düşəcək C variantı Terek döyüşündə 1395-ci il bu variantların üzərinə xətt çəkək. Sonra 2-yə baxaq. Avropa dövlətləri ilə hərbi ittifaqların qurulması. Bu 2-yə A olacaq. Bunun da üstündən xətt çəkək. Sonra 3. Teymuri dövlətin paytaxtının tutulması. Bəli, 3-ə E. Belə cavab artıq çıxdı. 1458-ci ildə dövlətin paytaxtını tutublar. 4-ə düşəcək, 16-cı əsrdə süqut etmişdir. Bu iki dövlət, həm 1, həm 2. 16-cı əsrdə 1503, 1538-ci ildə süqut edib, 5-ə də D. Ərdəbil şeyxlərini məğlub etmişdir. Cavab B variantı.
1648-ci ildə bağlanmış Vestfaliya sülhünə əsasən Katolik kilsənin bölünməsi bu 1555-də rəsmiləşib. Alman dövləti öz dinlərini təyin etmə hüququ bu 1555-ə aiddir. Augsburg sazişinə Almaniyanın kiçik knezləri parçalanmasına son qoyuldu. Xeyr, burada tək cavab 4-dür. C variantı. Almaniya siyasi dağılımı rəsmiləşdi 1871-ci ilə qədər. ABŞ-da Theodore Roosevelt'in prezidentliyi dövründə seçki hüququ ləğv edildi. Xeyr, yeni xətt islahatların proqramı həyata keçirildi. Vətəndaş müharibəsi başladı. Bunların heç biri. Burada mehriban yox, dəyənək siyasəti idi. Cavab burada E variantıdır. 41-ə diqqət edək. Xəritədə rəqəmlə göstərilmiş şəhərlərin erkən feodalizm dövründəki xüsusiyyətlərinə aid uyğunluğu müəyyən edin. Deməli, 1-ə düşəcək burada. B düşəcək, Məhəmməd İbn Şahtar tərəfindən yaradılmış bu Gəncədir. Deməli, 1, B, 2-yə baxaq. 2-yə düşəcək, müəyyən müddətdə hakimlər, Dərbəndlər sülaləsi, Dərbəndlik hakimi, Dərbənd hakimliyi. 3-ə baxaq indi. 3-ə də düşəcək, Gürcülərin, deməli, Sazilər dövlətinin paytaxtı olmuşdur. Ərdəbil şəhəri. 3-ə də C. Deməli, cavab D variantı. Sultan II. Bəyazın hakimiyyəti illərində Osmanlı dövləti Əmir Teymurun hücumlarına məruz qalması. Xeyr, Əmir Teymur onu döyülmüşdür. 1405 Sultan Bəyazıd 1382, 1412, 1512. Bolqaristan 1-ci Bəyazıdın dövrünə aiddir. Paytaxtın başqa götürülməsi Bəyazıda aid deyil. Misri öz tərkibinə qatmayıb. Dostluq əlaqələri Misri öz tərkibinə qatan 1-ci Sultan Səlimdir. Bax, budur cavab. Ақqoyunlarla diplomatik əlaqələr qurması. Xəritədə rəqəmlə göstərilmiş xanlıqların Quba xanlığından fərqli cəhətləri müəyyən edin. Burada bu Qarabağdır. Buradakı Şəkidir. Bura oxşar cəhət bu olacaq. 1-ə düşəcək B. Xan hər il öz gəlirlərindən Rusiya xərcəsi xərac ödəmə öhdəsinə götürdü. Deməli, 2-yə də düşəcək Rusiya ilə müqavilə imzalanması. Bu da kürəkən müqaviləsidir. Demək, 1-ə B, 2-yə də A. 43-cü test oldu. Cavab C variantı. Onsuz fərqi istəyir bizdən. Oxşarlıq asıb xanlıqların hamısı Rusiya tərəfindən süquta uğradılıb. Türk müsəlman mədəniyyətinə aid uyğun bəndi müəyyən edin. Əlincə qalası Naxçıvandır. Bu dövrə aiddir. Bu 2-ni götürəcək buradan. Dehli Sultanlığın dövrü. Sonra Uluqbay Rəsədxanası 16-cı əsrdir. Bir də Səlimiyyə mədrəsəsi. 2 ilə 4. Cavab. 14-də D. Sonra Hülakü xanın başçılığı ilə Monqolların Ünasiya yürüşünə aid deyil. Aid olmayan bu olacaq. Azərbaycanın işğal edilməsi. Sonra bu aiddir, bu aiddir. Aid olmayan 2 ilə 3-dür. Çünki Azərbaycan yerli feodallarına yarlıq verilməsi onun dövründə aid deyildi. Qazan xan dövrünə əhatə edir. Cəlallərin də Azərbaycan hökmranlığına son qoyuldu. Bu 1410-cu il Qaraqoyunlu Sultan Qara Yusufa aiddir. Səttarxandan fərqli olaraq Pişəvəri və Xiyabaninin fərqli cəhətlərini bizdən istəyir 16-cı testdə. Burada cavab demək 16-cı testdə belə olacaq. Qacar dövlətinin siyasətə qarşı çıxmışdılar. Belə siyasətinə qarşı A-nı götürəcək. Cənubi Azərbaycana müxtəlif verilməsini təbliğ xeyr. Şah məmurlarının müəyyən müddət təbrizdə çıxarmasına nail olmuşdur. 1-ə götürəcək A-dan C. Cavab özü çıxdı. 2-yə diqqət eləyək. Cənubi Azərbaycan Milli Hökumət yaratmışdır. Təbrizdə yerli idarəetmə orqanı yaratmışdır. 16-da B sonra. 19-cu əsrdə Qafqaz canişinin fəaliyyəti dövründə Şimali Azərbaycanda. Demək, Kəndlər Anlılar Məhkəməsi yaradıldı. Bəli, 1844-cü ildə yaranan canişin idi. Kəndlilərin üzərinə hərbi vergi qoyuldu. Bu da düzdür. 1 və 2-dir cavab. Alban Katolikosu 1836, yəni Qafqaz canişinindən əvvəl ləğv olub.
Kəndlərin köçmə hüququ ləğv edilməsi, kəndlərdən feodal asılının qəbul edilməsi bu dövrə aid deyil. Qafqaz canişinliyi dövrünə aid deyil. Xəritədə ulduzda göstərilmiş ərazi 7-ci əsrdə. Bura Suriya, Filistin, Suriya, Fələstin aiddir. Deməli, Qərbi İmperiya, Roma İmperiyasının xeyr, Səlcuq türklərin hücumuna məruz qalmışdır. Frank İmperiyasının tərkibinə daxil edilmişdir. Burada deyil cavab. Rəşidi xəlifələr tərəfindən işğal edilmişdir. Rəşidi xəlifələrdə 630, 661-dir və humanist xəlifələr dövrüdür. Sonra 49-cu testdə diqqət elək, uyğunluğu müəyyən edən Ağsubar xan hakimiyyəti illərində. Demək, 1-ə düşəcək A, Türkistanın sahibi olub. 1-ə A, C, bir də Firuz şahın taxta çıxarılmasına köməklik edib. 1-ə A-la C olan variantlara diqqət eləsək, bunların üstündən xətt çəkirik. Mihriqulu xan hakimiyyət dövründə də Hindistanın şimalına yürüşdür. Cavab D variantı. Deməli, 5-ci əsr bunlara aiddir, 6-cı əsrdə də bu aiddir. Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla münasibətlərinə aid deyil. Burada Gürcüstanla münasibətə aid olmayan Tiflisdə Azərbaycan səfirliyinin fəaliyyət göstərməsidir. Baxaq. Çində Xan Sultanın hakimiyyət dövrü 206-204 eradan əvvəl, yəni 3-cü əsr. Hakimiyyətə başladığı dövr eradan əvvəl. Deməli, burada 1-ə götürəcəyik biz B-ni. B-ni götürəcəyik. Sonra dəmir emalı yox. Yəni birinci deməli 1-ə B olsa, Makedoniyaya qarşı azadlıq mübarizəsi başladı. Xeyr. Mariya Soləsi ölkəni vahid vətana birləşdirməsi, amma 1-ə B, 2-yə də C-ni götürə bilərik. 51-də cavab deyil. Eneolit dövrünün Neolit dövründən fərqləndirirdi. Oxşarlıq idi saxsı qabların hazırlanması. İnsan toxuculuq, bu da oxşarlıqdır. Bax, oxşarlıqdır. Qəbilənin həyatında bu da oxşarlıqdır. Əsas burada budur. Eneolit dövrünün Neolitdən fərqləndirir, mis əmək hazırlanmasıdır. Yalnız və yalnız 3, 52-dədir. Xronoloji hadisələrə biz diqqət eləyək. Burada götürəcəyik Türkiyə Respublikasının NATO-ya daxil olması 1952, 1, 1991, Falkland böhranı 1982, Rusya Krımı ilha edilməsi bu da 2014. Demək 1, 3, 2, 4. 1, 3, 2, 4. Dördə diqqət eləyək. Məmməd Yusif Cəfərov. Deməli, Dövlət Dumasında deputat olmuşdur. Bəli, 1. Xeyr, bu 3. AXC dövründə parlamentin sədr müavini olmuşdur. 5. Cavab 1, 3, 5. Burada yaxşı hüquqşünas alim olduğuna görə, yəni hüquq sahəsinin bildiğinə görə, yerli əhatə rəğbəti qazandığına görə 4-cü dumaya seçilmişdir. Zavqasiya Komitəsində 1917-ci ildə deməli, Azərbaycanı təmsil etmişdir. AXC dövründə də parlamentin sədr müavini olmuşdur. Yusuf Cəfərov. Dehli Sultanlığın idarə etmə sisteminə aiddir. Məhkəmə işlərinə qazı baxırdı, bəli. Ölkə inzibatı cəhətdən bu Monqollara aiddir. Hərbi işlə baş vəzir nəzarət edirdi. Cavab 1 və 3. Albaniya hökmdarı Urnayırdan fərqli olaraq 2-ci Vaçenin hakimiyyət dövründə Urnayırdan fərqi soruşur. Sasanlərlə müttəfiq münasibətlərdə mövcud olması, bu oxşarlıqdır. Sasanlara qarşı azaldıq hərəkatı, Ağqoyun kilsə məclisi çağırıldı. Ağqoyun kilsə məclisi çağırılanda 2-ci Vaçenin hakimiyyət dövrünə təsadüf etmir. 2-ci Vaçenin hakimiyyət dövrü 457,
63'dür. Cavab burada 3'dür. Paytaxtın dəyişdirilməsi. Deməli, Azərbaycan ordusunun hərbi əməliyyatlara diqqət edək. Deməli, 1. 2018 mayında əks həmlə əməliyyatı Şərur və 1-ə düşəcək, deməli, C. Sonra qisas əməliyyatı 2-yə baxaq, 2-yə düşəcək. Qız və Sarıbaba yüksək nəzarətə götürdü. 2-yə B, 3-ə baxaq. 3-ə də düşəcək D variantı. Bu, deməli, bu Lələtəpə 2016-ya aiddir. Bu da ki, Vətən müharibəsi dövrünə aiddir. 2020. 1-ə C, 2-yə B, 3-ə də D. Deməli, burada situasiya sualına diqqət eləsək, burada siz oxuyarsınız, videonu saxlatdırıb. Saxlatdırdığınız oxuduqdan sonra bu Paris konferansıdır. Paris konferansında deməli, ordu saxlaya bilməzdi, ordu saxlaya bilməzdi və baş qərargah ləğv edildi. Bəhs edilən dövlətləri biz götürsək, mən orada baş hərflərini yazacağım. Demək, Almaniya, Osmanlı, müttəfiqlərinin nəzərdə tutulur. Avstriya, Macarıstan. Avstriya, Macarıstan, bunlar o konferansda iştirak etmədilər, dəvət olunmayan və deməli, burada da bəndə verilməyən şey soruşur bizdən, SSR-dir. Çünki Qərbi Avropa dövlətləri tərəfindən tanınmırdı. Hörmətli abituriyentlər, YouTube kanalıma abunə olun. Yenə də həmişəki kimi, həmişə biz birinci videonu paylaşırıq. Hamıdan əvvəl PDF-ni də paylaşacağız. Nömrəmi də qeyd edirəm. Ehtiyac olsa müraciət edə bilərsiniz. Uğurlar.